الرحمن الرحیم الحمد لله رب العالمین وصلی الله علی محمد و آله الطاهرین. قال بل سولت لكم انفسكم امرا فصبر جمیل. Hazreti Yaqub bir hadise ilə üzbəyiz oldu. O da Yusifi itirmək. Eyni halda ki, ayələrdən bilinir, Hazreti Yaqub bilirdi, Yusifi qurd yeməyibdi. Bilirdi, o tosif, o xəbəri ki, qardaşları gətiriblər, düz xəbər deyil. Bu xəbərdar idi. Amma daha bu məsələdə ya gərək üzbəyiz olaydı 100%, bu bildiğini ki, ilahi bir xəbər idi, bir növ aşkar eləyərdi, ya da səbr eləyəydi. Səbr də iki modeldir. Ya səbr eləyəydi və zülmü qəbul eləyəydi, yaxud yox, səbr eləyəydi, zülmlə də mübarizəni o tavanı qədər, gücü qədər yerinə yetirirdi. Hazreti Yaqub bu ikincini seçdi. Əvvəl bu oğladlara ki, gəldilər bu xəbəri dedilər, onlara buyurdu ki, səvvələt ləkum ənfusukum əmrən. Sizin nəfsləriniz bu işi, bu yalanı sizə zinətləndirib və belənci bir yalana düçar olmuşsunuz. Xəbər ki verirsiniz, bu yalan xəbərdir. Sizin nəfsüzdən irəli gələn, düzələn bir xəbərdir. Amma mən istəsəm bu hadisədə iş görəm, fəsəbrun cəmil, gözəl səbirdir. Əcib bir ifadədir. Bəzən insan bir müsibətə düşəndə Allaha şikayət edir. Ki, Allah niyə məni saldı bu hadisəyə? Mən niyə belə oldum? Allaha şikayət edir. Allahdan şikayət edir. Yəni, Allah niyə mənə bu işi gətdün? Bir budur ki, Allahla oturasan, danışasan. Bu ayrı sözdür. Bir də budur ki, Allahdan şikayət edəsən. Allahdan narahat olasan. Bu bir modeldir hadisələrdə. Bəzən insan ürəyində Allahdan narahatdır. Dilə gətirmir, amma içərisində Allahdan narahatdır. Bəzən insan yox. Allah istəmir oğlunu uzaq olsun biləsindən. İstəmirdi bu müsibət gəlsin. Amma gələndən sonra bu musibətin bir təklif kimin, musibəti bir tapşırıq kimin, musibəti bir biləsinə məşq kimin görür. Çünki özü səbəb olmayıb müsibət gəlsin. İnsan bəzən özünü salar müsibətə, çətinliğə. Qışda riayət eləməz, xəstələnər. Bu özünü çətinliğə salıb. Amma bir də budur ki, yox, özünü çətinliğə salmayıb. Hadisələrdə bu bilənçi bir müsibətə düşübdür. Başqalarının həsadəti, başqalarının zülmü, başqalarının çiynəsi bu müsibəti gətiribdir. İndi adi formada da müdafiəyə adi səbəb yoxdur. Qeyri-adi səbəb ki, Allahdan insan
Allahi ki, tamam işlər onun əlindədir, kömək elə ayrı bəhsidir. Amma adi səbəblər ki, insan bir çətinliyə düşəndə ovladlarından istifadə eləyər, çətinliyə düşəndə yaxınlarından istifadə eləyər. Həzrəti Yaqub cərəyanında bu yoxdur. Da Yaqub o uşaqlarından istəsə istifadə eləsin Yusifi tapmağa, elə uşaqları səbəb olub Yusifin itirmağına. Adi səbəblər də qutulubdur. Ona görə buyurur, fəsəbrun cəmil. Mən pəs gözəl səbr. Yəni burada Allahdan şikayət eləmağın mənası yoxdur. Hətta içərimdə də, hətta qəlbimdə də. Pəs gözəl səbrin bir mərhələsi budur ki, insan Allahdan şikayət eləməyir. Bu qarşına gələn hadisəni bir inkişafına bir pillə biləm. Özü gətirməyibdir. Bu üzbəyiz olub bu hadisə ilə. Aləmdəki hadisələr hər birində insan eləyə bilər, özünə dərs alsın, özünə məşq olsun, kəmalına, dirçəlişinə. Fəsəbrun cəmil. Bir mərhələ budur, insan gözəl səbr eləyə, hadisələr qarşısında, təhlükələr qarşısında. Bəzən insan hadisənin qarşısında tez reaksiya göstərər. Tez reaksiya göstərənlər özlərini itirib reaksiya göstərərlər. Bu mükəmməl iş olmaz. Bu həm adətən naqis iş olur. Ona görə hədislərimizdə var, insan hissli vaxtında uşağını tərbiyyət eləməsin. Əvvəl səbr eləsin, hirsi soğusun, sakit olsun. Ondan sonra fikirləşsin ki, bu uşaq ki, bu xətanı eləyib, bu səhv eləyibdir, bunu nə cür tərbiyə edeyim? Onda düzgün plan olar, düzgün addım olar. Amma elə hirsi ilə addım atsa, onda səhv addım atar. Öz hirsini soğutmaq addım atar. Ona görə hadisə ilə üzbəyiz olanda sonra səbr edir, ta insan öz ayağı üstündə dayansın, ta o şəxsiyyətinin formadan çıxması qeysin formaya, əsəbi halı qutulsun, o mütəzəlzil və stres halı ki, şəxsiyyət də bəzən stresə düşər, o hələ tam öz ayağında durmaz, bir reaksiya, bir hərəkət eləyər, tam fikirləşməmiş bir söz danışar. Deyir, səbr eləsə bunlar gedər kənara, sonra addımı, hərəkəti, danışığı, qərarı tam olar. Ona görə burada bu nüktə də əlimizə gəlir. Vaxtı hadisə ilə üzbəyiz olduq, müsibət ilə üzbəyiz olsuq, budur ki, bu müsibətin qarşısında elə tez reaksiya görsədək. Hissləndirdilər, elə hisslənmağın qarşısında tez reaksiya görsədək. Onda elə bilmərik nə danışırıq, zəifliklər də ortaya çıxar, sonra peşman olan sözlər də ortaya çıxar. Amma eyni halda ki, əsəbiləşdilər, eyni halda ki, fəqət əsəbi bəhsi deyir, eyni halda ki, müsibətli hadisiyə insan üzbəyiz oldu, səbr bir etap, ondan sonra addım, plan, hərəkət, nə lazımdır, ondan sonra. Tərbiyədə də bir cürdür, cəmiyyət həyatında yaşamaq da bir cürdür, müsibətlərə qarşı davranış da bir cürdür. Bu, mühüm bir nüktədir ki, bu ayədən istifadə olur. Hətta Allah oliyalarına gözəl səbr bundan da yuxarıdır. Bəs gözəl səbrin bir nümunəsi insan budur ki, Allahdan şikayət eləməyə bu müsibəti ki, qarşısına gəlib. Allaha pənah apara, Allaha tərəf daha yaxınlaşa, amma bu ki, Allahdan şikayət eləyə, ki, Allah, sən niyə mənə bu musibəti gətdin, niyə başqalarına yox mənə? Bu, insan biraz da uzaqlaşar. Bu, səbrun cəmilun bir mənası budur. Deyirlər, Həzrəti Yaqub cəmil səbri yuxarı idi, bundan da yuxarı idi. Siz təsəvvür eləyin,
ağır müsibətə düşübdür. Səbrun qrammatik baxımdan deyirlər müəyyən deyil, nəkrədir. Yəni bir böyük bir səbr, ağır bir səbr ki, həm gözəldir, həm ağırdır. Niyə ağır səbridir? Çünki bu hadisə bir budur ki, başqalarının, biganələrin tərəfindən baş verə. İnsanın mümkündür oğladını bir öldürə, düşmən öldürə. Burada da narahat edicidir. Amma bu qədər də narahat edici deyil, bu qədər də ağır müsibət deyil ki, qardaşları qardaşı belənci bir müsibətə salalar. Ona görə bunun qarşısında səbr eləmək. Eyni halda ki, biləsən. Eyni halda ki, biləsən ki, onların xəbərləri düz xəbər deyil, vəsfləri düz vəsfi deyil. Ona görə fəsəbrun, yəni ağır bir səbr, əzəmətli bir səbr. Həzrəti Yaqub dəstur bu idi ki, hətta sən haqqın yoxdur, bu müsibəti deyəsən. Ürəkdəcə saxlayasan müsibət. İnsan bəzən yüngülləşər başqasına bir müsibəti deyə, çətinliyi deyə. Biz ona dərdi dil deyərik, ürəyini boşatmaq. Deyirsən, yox, ürəyində saxla. Hətta bir etapdan sonra Yusif kələmə demək da Allah tərəfindən nida olunub ki, hədislərdə vardır. Ki, Yusif kəlməsini də işlətməməlisən. Ona görə Hz. Yaqub gedirdi, hədislərdə var, bir dəmirçi ki, şagirdi Yusif idi. O səsləyəndə Yusifi, orada Yusifi eşidirdi səsi. Nida olundu, sən eşitmək da icazın yoxdur. Sən gərək bu məsələdə, çün bu sinifin birinci tələbələrisən, Allah oliyaisan, peyğəmbərlərdənsən, bu həddəcan ruhuvu böyütməlisən. Adi insanlarda səbr bu həddə olur ki, Allahdan şikayət eləmirlər. Narahat deyirlər Allahdan. Lakin insan biraz yüksəlsə, Allahdan narahat deyil nədir? Bu müsibəti ürəyində saxlayar, ibraz eləməz, eşiyə çıxartmaz. Biraz ruhu desə yuxarıya bu incəlikləri də riayət edir. Səbrun cəmil. Əlbəttə, Yusifə narahatçılıq Həzrəti Yaqubun oğlad fəqət narahatçılığı deyildi. Bir dünyəvi narahatçılıq var. İnsan bir malı itirdi, bir pulu aradan getdi, oğurladılar. Burada hədislərdə, ayədə də vardı. İnsan, la innə awliya Allah, la xufun əleyhim və la hum yəhsənun. İnsan öz təklifinə, öhdəçiliyinə yerinə yetirsə, ilahi vəzifəyə yerinə yetirsə, nə gələcəkdən qorxar, nə indiki vəziyyətdə narahatdır. Amma bir mənəvi narahatçılıq vardı. Bu, kəmal və inkişaf nişanəsidir. O da budur ki, insan niyə Allah oliyasını əlindən verdi? Yusif vəliyullah idi, Allah vəlisi idi. Narahat idi. Bu ki, niyə bu əlimdən çıxdı? Necə Həzrəti Şüeyb Peyğəmbər yazıblar, o qədər Allah oliyanı tapmaq üçün narahat idi ki, nə qədər ağladı, gözü daha görmürdü. 3 dəfə bu iş baş tutdu. Yəni gözü Allah tərəfindən mucizə olaraq açıldı və bu nalə və şivən və ağlamaq baş verdi. Ta Allah Həzrəti Musanı biləsinə çatdırdı. Musa vəli idi Şüeybə də. Ya mənəvi hüznülərdən misal vurmaq olar Peyğəmbərin narahatçılığına. Ki, biri iman gətirməyəndə Peyğəmbər narahat idi. Niyə o əlindən verdi və iman gətirmədi? Bu hüzn və bu narahatçılıqlar içəridə mənəvi narahatçılıqdır. Və bu fərq eləyir o maddi narahatçılıqlardan ki, vardır. Həzrəti Yaqub buna qarşı səbr elədi. Bilirsiniz, səbr bir itaətdə olur, insan vacibatda səbr edir.
Namaz qılmaqda səbr eləyə, oruç tutmaqda səbr eləyə. Səbr hadisələrdə olur, müsibətlərdə olur. Üçüncü səbr də məsiyyətə düşməsin. Bu ağırdır. Bu o iki danadan da ağırdır. O səbri ki insan məsiyyətə, günaha düşməsin. Səbri ki Yusif Züleyxanın evində elədi. Bu ağırdır. Bundan ağır səbri də dördüncü növ səbridir. Bu ayələrdən istifadə olunur. O da budur ki, insan bir məhbub və istəhlinin əlindən verməsindən səbr edir. Onun fəraqında səbr edir. Bu ki, Komeyl duasında var. Mən cəhənnəm otuna gəl səbr elədim, fərz edək. Səndən ayrılığa necə səbr edeyim? Bu bir ağır səbr edir. İnsan o məhbubu əlindən çıxa. O istədiyi əlindən çıxa. Hər halda səbrun cəmil, insan bu həddə gözəl səbr eləyə, özündən çıxmaya, Allahdan şikayəti olmaya, bu hadisədən özünün rezqini, mənəvi rezqini, kamilləşməsini ala, biz gözəl səbr ediyə, hədislərdə vardı, hadisi qudsidir, Resul-i Ekrem sallallahu aleyhi ve sellem buyurur ki, vəqti bir vəccəhtu ilə əbdi min əbidi, vəqti mən bir bəndəmə bir müsibəti bədəninə gəldi, malına ya ovladına, sonra istəqbələ zaliş bir səbrin cəmil. Bu müsibətdə bu gözəl səbr elədi. O mənaya ki dedik. Deyir, mən də qiyamətdə utanmam. Həya eləyərəm buna, mizan, tərazu əməllərinə qoyam. Bu məlumdur, bu hadisə ağır bir səbri lazım idi. Ona görə Allah-u Teala da o ağır səbrinin, əzəmətli səbrinin qarşısında buyurur, mən utanmam da buna. Bu hesabsız aparıram cənnətə. Birinci bir əhəmiyyəti var. Pəs səbr-i cəmilin faydalarından biri bunadır ki, insan hesabsız varid olar cənnətə və Allah-u Teala buyurur, mən utanmam buna, mizan və tərazu bərpa edəyəm. İnsan eləyə bilər, bu cür desin. Allah mənə ki bəla verdin, səbrin də mənə ver. Niyə bəla verdin? Yox. Bəla verdin, bəlaya nisbət təhəmmülün, dözümün, müqavimətin, istiqamətin də mənə ver. Və bu, böyük bir nüktədir. Səbr insana aparar bir dərəcə yuxarıya. Həzreti Musa bir dəfə Allahdan soruşur, vallaha, sən bəzən bu evlərdə görürsən, o evin əsas dayağını, canını alırsan. Bir ailədir, əsas dayaq orada gəlir, gətirir, ailə ondan dolanır, onun himayəsindədir, onları canını alsan, o dünyasını dəyişir. Bu nəcür olur? Deyir, dünənəcan vasitə ilə onlara rızqı verirdim, ruzu verirdim. Bundan bu yana mən birbaşa özüm onu himayət edirəm. Bunu dərk eləsə insan, ki Allah-u Teala hər halda Rabbul aləmindir, hər halda maliki aləmdir, aləm onun milkiyyətindədir, ala bilər, amma razıqdır da hər halda. Yəni Allahın diqqəti mənə birbaşa olubdur. Vasitə ilə, səbəblə daha deyil. Ona görə Hz. Musa buyurur, ne'məl vəkil əntə və ne'məl kəfil. Nə gözəl vəkilsən sən onda. Sən daha öhdədar özün birbaşa olursan. Bunlar nüktələrdir ki, fəsəbrun cəmildə vardır. Amma diqqətli bir nüktə də budur ki, səbrin mənası zülmü qəbul eləmək deyil. Ona görə Hz. Yaqub eyni halda ki, Yusifin qardaşlarına, öz oğladına dedi, sizin nəfsüz sizə burada bu günahınızı bəzədibdir, gözəlləşdiribdir. Eyni halda onu deyəndən sonra dedi, fəsəbrun cəmilun. İnsan səbr eləməklə enerji toplayar, səbr eləməklə öz ayağına dayanar. Ona görə əvvəl İslamda
vaxtı Məkkədə şikəncələr verirdilər, əziyyətlər verirdilər, gəlirdilər Peyğəmbərdən izn alsınlar, difa eləsinlər, izn alsınlar bu əziyyətlərin qarşısında bunlar da difa cihad eləsinlər. Peyğəmbər buyurardı, Kuffu eydiyekum və əqimus salat. Siz hələ səbr edin, əllərinizi bu hadisələrdə dayandırın və əqimus salat, özünüzü bərpa edin, özünüzü möhkəmləşdirin. Bu səbrun cəmil səbəb olar insan addımı da düzgün qərarla olsun, düzgün planla olsun. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.